Salam aleyküm. Salamlayıram hamını Qazi Dadaşov Süleyman. Sən yanına Qarasaray qəsəbəsində olan. Dünən danışmışdım. Biz unutduq. Məsələn, salamlayıram cənab prezident. Salam aleyküm Mehriban xanım. Leyla xanım, Arzu xanım, Heydər Qırqan. Yəni ki, dünənləri mən danışmışam, canlı yayım, hər şeyi. Atmışam YouTube, Instagram, Facebook, hər yerə atmışam. Paylaşım, TikTok'da yarısından çoxu yerləşmir haradasa çəkilişim. Hər şeyi mən orada sizə danışdım ki, mən heç bir cinayət eləməmişəm. Cənab prezident, mən cənab baş prokuror Kamran Əliyevə də sözümü tutub, xahiş edirəm ki, hamımızdan mənim günahsızlığım sübut olunsun. Mənim canımı da alıblar əlimdən, sağlamlığımı da alıblar əlimdən. Mənə güclü maliyyə də lazımdır. Onlar neçə əlimə verdilər əziyyətə görə. Hər şey pisdir orqanizmimdə. Demək istəyirəm ki, dünənləri mən dedim ki, 2007, 8, 9-dan bəri bilməm hansı ildir mənə şər atıb cəzazat veriblər. Yenə də kəsib doğramışam, illərlə aclıq eləmişəm, aylar, 3 ay, 2 ay, 4 ay. Elə mən beləncə nə kimsəsiz olduğuma görə, adam yoxdur, nə dayda deyirlər, nə deyirlər, sadəcə olaraq kasıb uşaqlar var. Biz bir də Qarabağ desəyə də saladım, mən heç sad istəmirəm. Mən müraciət elədim sənətim almasın, Nazirlər Kabineti, Prezident aparatından, Ceyhun müəllim bilir hamısı, hüquqşünas. Məsələn, cənab Məhərrəm Əliyevin səhv eləməmsə, hərbi məsələsi olan hüquqşünas idi. Mən işimi araşdırırdılar. Nazirlər Kabinetində Həqiqət xanım İsmailova araşdırırdı. Sağ olsun, mən öz əmimi mənə qarşı elədiyi səhvə həsəbimlə istifadə edərək orada yayıblar ki, o kimdir, qazidir, nə bilim, nədir, beləcə nə. Atamın yurdu nərindən keçirmək istəyir, atamı ölü rəhmətə gedəndən sonra Allah ölənlərə də rəhmət eləsin. Allah birinci cəmi şəhidlərimizə rəhmət eləsin. Azərbaycan Respublikasında istəyir birinci, istəyir Apriyevçi, ikinci Qarabağ döyüşlərində. İstəyir 94-də o Füzuli tərəfləri, Corcul Mərcanı tərəfdə orada. Hamısında əziyyətləri çəkmişik. Hamısında əziyyətləri çəkmişik. Cənab prezident, demək istəyirəm ki, mən dünənləri hamımızı salamladım da hamıya. Həqiqətən beləcə, fikrimdən çıxdı. Salam aleyküm, cənab prezident, yenə də salamlayıram sizi. Yəni ki, mənim fikrimdən çıxdı, Allah, yüzü bilin. Yəni ki, başqa cür çıxmasın. Salam. Cənab prezident, salam aleyküm, Allah hamımızın köməyi olsun. Mehriban xanım, Arzu xanım, Leyla xanım, Heydər Qırqan. Yəni ki, mən dünən demişəm, o vəzifəyə düzəlmişsiniz, balaca Heydər Qırqan. Yəni ki, bəzi şeylər hamı xoşuna gəldi. Yəni ki, siz kasıb tərəfində durdunuz, bəzi şeylər elədiniz. Allah olsun da, yəni ki, salamlayıram, problem yox. Allah'ım. Dünən mən danışmışam ki, sənədlərim var. 2000-dən neçənci ildə 8 idi, 7 idi, 10 idi, 9 idi bilməm. Mənə şərait veriblər. Özümü kəsib doğrayıb eləmişəm, sinəmi də kəsmişəm, ürəyimi çıxartmaz. O beləncəsini bölmüşəm, o beləncəsini basıyla. Ayı bir görsədim. Mən ancaq var, qarnım, qollarım, başım, boynumun ardına kimi. Boynumun ardına kimi, başıma kimi vurub partlatmışam. Xeyri yoxdur. Hara müraciət edirdim, sözüm çatmırdı. İndi yenə də dünən danışan olsun, mənə bu şəhəri atıblar. Yenə də indi təkrar edəcəm. Bir qısa yolla ki, yəni ki, sizi bezdirməyim. Azərbaycan Respublikasının Baş İstintaq İdarəsindən xahiş edirəm. Cənab Baş Prokuror Kamran Əliyevdən xahiş edirəm. Mənim günahsızlığım sübut olmasın. Sənədlərim də var, indi göstərəcəm nə qədər sənəddir. Elə verirsiniz ki, mən yalandan danışıram, evdə sənəd yoxdur. Hamısı evdədir, qanlı. Çoxsu qanlı.
Bax, qanlı, sarığımı buradan, bunu belə, ora, buradan qan axır. Yazıblar beləsə məhsin orada. Mən bükmüşəm, beləsə, bəziləri qana batıb. Sənədlər var bu da xan. Bax, az görkəmbəz, nələrsə bir 8 kilo. Hələ orada da qaldı birisi boyanlar, bir iki də büküm qaldı. Bir iki büküm qaldı orada. Göstərdim də dastaşla da, yəni ki, siz qeyrətli Azərbaycan Respublikasının məsələn vətəndaşlarına inanırsınız, biz inanırıq. Əvvəl bəli, haradasın məsələn, yəni ki, adam birinə bəzi fikirlər gəlir. Mən təmiz söhbət çəkmək xoşlayıram. Lap əvvəl demişəm ki, yəni ki, sizdən yoxdur. Həmişə də tərəfiniz belə dayanmışam ki, yoxdur beləsinə. İndi deyirəm, prosta bu da beləncə oldu. Yenə də mənə belə bir şey dedilər. Sənədlər də burada, sübutlar hamısı burada. Cənab Prezident. Mən yenə də şəraitı bunlar. Yəni ki, bizə, mənə kimsə gəlib, məsələn, hər birisi yağlanmasın, hər bir ön cəbhədə döyüşən qardaşlarımız birincisi, ikinci Qarabağ döyüşlərində, silah bilir döyüşlərində ön cəbhədə döyüşənlər hamısı kontuziyadır. Onların beynində, başında 100% nəsə var. 100%. Çünki istər-istəməz adamdan nəsə əmələ gəlir. Cənab Prezident, mənə nə təşkilatım var? Demək, Həqiqət xanım İsmailova gözəl bilir. Mən o xanımı belə hörmətin Azərbaycan Respublikasının bir qeyrətli bir xanımı kimi belə saxlayıram. Xətrini də çox istəyirəm. Yəni ki, mən öz əmim Nazirlər Kabineti mən inandığıma etibarla mənə vəkil edirdi. Apardım Nazirlər Kabineti ki, mən dedim, biz sizə kömək edəcəm. Falan qədərlə pul. Mən də bilmiyorum. Yəni bu qədər şeydir. Mən də ki, araşdırma gedirdi. Əvvəlki vaxtdan almadığım pullar, burası. Həqiqət xanım şəxsən əziyyəti böyük olub mənim araşdırmalarımla. Yəni ki, kömək edib, döyüş yoldaşlarım şahidlik ifadəsi, ora, bura. Hamısı sübut olunur ki, mən həqiqətən də bu eləmişəm. Ekspertiza, o birisi. Bakıda xanımlar deyir ki, başım yox, yəni, dinlə var, dillər yox, qardaş, var. Belə, yaxşıdır, belə bir şeylər dedilər. Çox sağ olsunlar, heç kim məndən bir köpük pul almadı. Kiməsə pul vermişəmsə şərəfsiz olaram, namərd olaram, durub mənim üzümə belə canlı yanımda deyə bilərlər ki, sən şərəfsizsən, sən o pulu vermirsən. Çünki mən əqidəmə də sığışdırmıram ki, sən o bəzi bu dünən danışmış şərəfsizlər var, çoxlu təşkil edirlər Azərbaycan Respublikasında. Çoxlu təşkil edirlər. Birincisi, ikinci Qarabağ döyüşlərində, aprel döyüşlərində qaçıb gəliblər, döyüşməyiblər. Kimləri dayıların əli ilə qalıblar, kimi böyük vəsfədə qohmalar belə əzatlar. Elə mənə tutduran bax bu Həsən Teymur Təvəkküloğlu. Onun öz dayısı Abbasov İmaməddin Abbasoğlu. Hamısını əzbərləmişəm, dəqiq sənədlərimdə görürsünüz hamısını. Burada yazılar hamısı var. Mən onları əzbərləmişəm oxuya ki, mənə bunu eləyiblər, beləcə bir şeylər olub. Cənab Prezident, bax, heç bir onların nəslində Qarabağa getməyib. Həmən mənə tutulan Teymur neçə qardaşdır, üçdür, bilməm neçə qardaşlar. Ancaq onlarla şər atmaqla, məsələn, tutturmaqla məşğullar. Hamı onlardan o vəziyyətdə ondan qorxurlar. Onların hamısından qorxurlar. Dayısı İmaməddin Abbasoğlu dövlət nəyinsə mənimsəməyi, mənim qanundan başım sıxmır. Bir xanıma Bakıda 1 milyon puldur, nədir, belə bir söhbətdə gedir. 13 il, bilməm 4 ildir, 5 ildir. Mənə bu cəza verən, məni alladıb, qol çəkdirən sənədləri həmən müstəntiqinlərin dostudur. Bir ələ hüququ yazıb poza bilirlər, elə ediblər ki, yenə də məni
özü kəsib doğratdılar özümə. Aclıqlar eləmişəm cəza çəkmə müəssisəsində, tibb məntəqəsində mənə dərmanla saxlayıblar. 20 dənə dərman verir, 2 list dərman 17-18-in onu içirdim psixi. 10-15 də yuxu dərmanı içirdim. 30 də, 35 də, aşağısı 20 də dərman içirdim. Ayaq günüm olmurdu. Məni elə saxlayır. Çünki ayaq olanda belə başım çölüdə çıxırdım. Polkovniklərə kimi söymüşəm sıfatlarına. Məni vurublar da söymüşəm. Axırda görüblər ki, biz erməninin qarşısına axırıncı gülləmizi saxlayıb gedənlər ki, gecin. Yəni ki, biz girov düşməyəcəyik. Onlardan orada, nə? Yəni ki, bizə bu əziyyəti niyə veriblər ki? Mən də idmana gedirdim vaxtı ilə. Musiqi ilə özüm Samauska, özüm 5 yaşımdan kitara ilə, bütün takt, hamısı bu. Mən gidib muğamat öyrənə bilmədim, arzum idi. İndi ifadə edirəm özüm üçün öz öyrəndiyimi. Cəmaət üçün mən də heç bir şeyin sahibi olmadım. Evimi vermirlər, cənab prezident. Mən evimi vermirlər. Mən evimi vermirlər. Mən neçənci idi, sentyabr ayının neçəsi idi, bu dəfə allatdılar. Məhkəmədə mənə fəxrimsən deyirdi. Məhkəmədə kim vardı, hamısı yalana. Müstəndiq mənə fəxrimsən deyə qol çəkdirib hər şeyə. Heç o ittiham haqqda dillər, mən görməmişəm ki. Görmüşəm ki, qol çəkən baxdı. O fəxrimsən, onun dayısı, o şərəfsiz, o polkovnik İmaməddin demişsən, onun bacısı oldu, o şərəfsiz alçaq. Ağzına gələn söykü söydü, arvadına, qızına kimi. Şərəfsiz olaram, yalan deyirəmsə. Licmi mən qol çəkim. Görürlər, hissəndiriblər, mən bilirəm. Hissəndiriblər, mən bilirəm. Mənə qol çəkdi, bəlkə. İttiham haqqı bu iş bağlananda mən müəssisələrdə harada olmuşam, tibb məntəqələrdə özümü kəsmişəm, doğramışam, aclıq eləmişəm. Bütün hamı mənim xəttimi çox sevib, bilib ki, məni qara Azərbaycanın 70% qara insanlar başa düşür nə var, nə var, hamısı xəttimi çox sevib. Bilirlər ki, mən nahaq yeri özümdən çıxmaram, kimsə gəlib mənə cənab prezident, bax, mənəncə eləməsə, bir dəfə xəbər gülləmir. Sizə höcək, o mümkündür. Papamın gör, tövbə mümkündür, mümkün zatdır, bax, başımı neçə dəfə kəsmişəm, 15 gün, 10 gün buna qalaq, almışsınız, siz çox sağ olub, bıraxdınız, evdə də kəsmişəm. Bunları danışmışam, hamısını atmışam canlıda. Bax, buradadır, bax, yeri sağalıb, onları da atmışam. Neçə, 1-2 il bundan qalaq Bakıda və hissədirlər həmin qaydada, onu da atmışam. Canlıda, TikTok, YouTube hamısında var. Baxın, görün mənə nə ilət deyirlər. Şər ata-ata. Axırı bezəm, mənim qapıma polis gəlsə cənab prezident, bax sizə deyirəm, biləsiniz. Onlar məhədə qorxuyor, zat gətirdiriblər ki, sən bilirsən nə qədər adam bərahət almaq istəyib, alıb nə olub onlara? Bəli, cənab, eşitmişəm nə olub, bəli. Onlar eşitmişik nə olub, bəli. Həmin o vəzifəli şəxslər, məhkəmədimi, o bursudur, bu bursudur, hamısı onlara bir deyə tələ qurur, bir deyə padnoşka atır, ciblərinə teşvika yeridirlər, qoyurlar, teşvika boyda silah qoyurlar ciblərinə, narkotik qoyurlar ciblərinə, təmiz adamdır, tuttururlar, nəsə. Mənə bir atdım, yaxınlaşdılar, evdəyəm, araq içmirəm. O çıxandan sonra, bir-iki gün sonra içdim, dəl olmuşdum, ki, hamı gördü. Elə bildim, həyətdə hamı mənim içmə gedir. Polislər var 40 dənə. Əmin həyətinə elə bildim, polislər gedir bura. Buradan qışqırdım, lezvi atdım, boğazımı 2 yerdən kəsdim. Anam gəldi, qohum gəldi, gördüm mən, beləcək. Heç kimi tanırdım, anamı tanıyırdım. Onlar bildim ki, polislər vardı, ana. Stolda da anam otur, burada anam otur. Bu vəziyyətə sallar, ağırlaşmışam mən. Mənim ki, 300 qrama kimi araq içə bilirdim. İndi
100 qram isə bilmirəm, 100 qram içdim, mən dəli oldum. Heç kimsə mənə səsini keçməyəcəm. Hələ mən orada Vətən kafedə onlar məni gözləymişlər. Gezmişəm Vətən kafeyə, evi yerində yadıma sallam, hamı bilir o, hamı bilir. Evi yadıma saldım, evimi vermirlər, qalıq pulunu vermirlər, obusunu vermirlər. Gedirəm, oturam 100 qram, 200 qram vururam, yeyirəm, 300 qram vururam, peyvə içirəm. Fikrim dağılır, belə kimsə mənə ilişəndə başım gedir. Nəsə bir kəlmə desin, məsələn, mənə aid olmayan təhqiramiz, mən o dözə bilmirəm ki, diyana bilmirəm. Bir onu xoş dillə başa salım, oturum söhbət edeyim, söhbət eləmirəm. Ancaq bu Teymur Həsənovla Təvəkküloğlu ilə, bu mənim şəhratanla, mən o hələ başa saldım. Onun saçsızın səs yazısı var idi məndə, silinib telefonda, axtarıram hər yeri ki, səs yazısı. Bəli, var idi məndə. Çünki məhkəməyə arası bir ay qalmışdı, nə qədər qalmışdı, bir neçə ay getdi. Bir neçə ay qışdan getirdi, dekabrdan sonra bu oldu. Haradasa hansı ay idi, sentyabr idi, hansı ay idi bir itdi ki, bu nə deyirlər ona, işi bağlamağa çağırdılar. Məhəmməd Həsənov Teymurda müstəndir həmən günə kimi mənə Teymurun nəyi var idi, hamısını söylüydü ki, onları görün ağayata mən. Onlar sənə hissləndiriblər, onlar sənə ürəyin patlayacaq, apayacaq, şərəfsiz olaram yarısa. Onun daisi İmaməddin onların dostudur, dostudur, hər şeyin yerinə satmışam. Bir yerdə bəlkə hindidə kabab yeyirlər, bərəkat haqqı, namusu qeyrəti qalmırdı, arvadına, qızına kimi söyləyirdi o. Neçə də bacısı var, deyirdi, hamısı pozğundur, o şərəfsiz, belə, bura qoca görəz, mənə qol çəkdirdi, ürəyim partlayır mən. Qol çəkdirib, Akaz bacısı mənə iş açırmışlar. Akaz bacısı mənə iş açırmışlar. İş bağlanı getdim Teymurla, Həsənov Teymur getdim, mən də getdim, gördüm oradadır, otururlar. Gedim sənə, dedim salam aleyküm, nə tərsiniz? Gördüm, müsahib belə oturub, Rıza da belə oturub. Teymur da belə olub. Teymur elə bir həmən fırıldaqçıdır. Həsənov Teymur Təvəkküloğlu, bəli, o da oxumuşam. Bu da hamısı vardı məndə kağıza. Cənab prezident, Həsənov Teymur Təvəkküloğlu kimdir? Daisi İmaməddin Abbasoğlu. Şəhərdə bir xanıma 1 milyon nəsə belə pul, dövlət mənəmsəməyə nəsə 13 il cəza vermişlər. 3 ildir, biləm 4 ildir azadlıqdadır. Həmən müstəntiqlərlə belə mənim işimi qurublar, bu dəqiqə, beləsinə. Həmən Həsənov Teymur Təvəkküloğlu, deyim, burada kağıza yazmışam hamısını. Burada səs yazıları var ki, özüm səs yazmışam. Onları qulaq asmaq üçün nə baş verir? Mənə danışıblar, hamısını yazmışam. Hamısını yazmışam ki, səsləri, belə olub, belə olub. Həsənov Teymur Təvəkküloğlu, bəli. Nəm Sabirabadda Saatlıda cənab prezident, cənab baş prokuror Kamran Əliyev, Ombudsman xanım Səminə Əliyeva, baş istər ailəsi, Mehriban xanım, Leyla xanım, Arzu xanım, Heydər qaqam, görün nə deyirəm, həmən Teymur fırıldaqçı. Bir dəfə də mən 51 manat pulumu uğurlamışdı, uşaqlar var burada, mən kətləndilər. Mən 51 manatımı uğurlamışdı, onların yanında mən ona sübut elədim, keçdim onu. Tövbə Allah'ın olsun. Vallahi deyir, bizdə elə şey yoxdur, Allah bağışla baş önəm. Dedim, nədir 51 manat puldur. Eləncini dedim, daha söymədim də Allah. Dedim, evi yoxdur. Bax, bizim kətdə Şəbiyev Qulan var, o orada oldu. Mən əmi başa dönərəm sən. Beləsinə, evi yoxdur beləsinə. O uşaqlara görə dedim ki, yoxdur, evi yox. Bir də belə şeylər. Ancaq bu şərəfsiz mənə beləsinə əsəblərimdən oynadılar, bir ələ vurdular, tutdular mənə, əziyyət verdilər. Amnistiya ilə siz mənə 15 saniyə mənim Məşdağada ekspertizada olmuşam. Təsəvvür edirsiniz, Apelasiya Məhkəməsi qərar verib ki, Akaz hər şey satın alınıb. Bunlar araşdırma aparsın. Mənim Məşdağadan buraxmayıblar. Məşdağa həkimlərin
Belki tanıyorsunuz. Ne tanıyorsunuz? Orada defalarla olmuşum. Bundan paxleş şey olub, mən özümü kəsmişəm də, doğramışam da, dava qırğın olub, bunu sındırmışam. Mən gətirib ora 21 gün mən orada müalicə edirdik, qalırdım, qalapirdolla bağlıyordunuz əlimi qolumu, o ütülənən kimi yer var ya, o qadınlar ütülür, o taxta. Bizlərə bağlıyorsunuz ora. Əlimi qolumu bağlayırsınız ki, saatlarla məni saxlayırdınız, qalapirdo olurdunuz ki, mən heç sad eləməyim öz məzəbimə, nəsə eləməyim, başım çönməsin. Yadınızdadır, mən həmin Qazi Daşov Süleyman Əldursun oğluyam, bəli. Sizin xəst sözəm mən, bəli. Siz ekspertizə keçmişsiniz, komissiyalar olub orada dəfələrlə, hamısı məni evdən dalınca gəlməyəcə buraxmırdınız. 15 saniyə, mən çağırdılar, 5 dəqiqə getməsən, həmin müstəsəq, sən orada bir də ekspert, görəksən, şeydə, bəlkə məsələn, dava da mən müalicə, bəli, sən bizim fəxrimizəm. Mən dedim, cavab verdim, baxdım, gördüm ki, mən dillər getdim, sonra, baxdım ki, bu tutsaq aparan maşını yoxdur, o dəmirdən. Oldu. Dedi, sən, benzin pulumuz zadımız yoxdur. Dedi, uşaqlar deyildi, biz səriyən uşaqlardır, maşınları görmürsən, onlarla, nə olar, gedim. Getdim məşqlərə 15 saniyə. Nə var olub? Nə deyir? Nə var? Belə. Gedə bilərsən. Şu. Sonra hardaydım? Bakıdaydım. Şurada xanım bilmə hardaydım. Aclıqdaydım. 2 aydı. Yox, mərkəzi xəstəxanada, Əzbərdə. Mərkəzi xəstəxanada, Əzbərdə, psixiatri şöbədə qupquru qurmuşdum, acıdım. Çay idi, dilimə çörək vurmurdum. Mən apardılar məhkəməyə. Qurub qalmışam beləsinə, bağıram. Ağzım burnum. Mən indi gələndən evə sonra beləsi özüm gəlmişəm. Məhkəmə, Ağır Cinayətlər Məhkəməsi, araşdırma falan cənab prezident. Bunlar hamısı qurulma şeydir. Onlar mənim düz olmağımı istəmir heç biri. Çünki mənə şər atanlardır hamısı. Bəli, Ali Məhkəmə mənim bir qalıq pul məlumatını ləğv edib, hamısı oyundur bunlar. Mən bilmirəm, cənab prezident, məhkəmə deyir ki, vəkil durdu mənə haqqı deyir ki, yəni ki, bu tibb məntəqəsində ancaq saxlayırlar, harada oldu, özüm kəsirdə oldu, həyat aclıqdadır. Bu xəstədir, bu falan yeri saçıblar. O məhkəmə durur ki, o çıxıb öldürəcək, adam öldürür. Mən kimi öldürmüşəm, kimə balta vurmuşam hindiyə kimi, hələ bir də maraqlanım. Neşin yalanla mənə şər atırlar. Cənab prezident, mən Qarabağda döyüşmüşəm, erməniyə güllə atmışam, mən. Erməni qırmışam, bu sənətlərdə göstərmişəm. Cənab prezident, cənab baş prokuror, cənab baş istidaq qarəsi, Mehriban xanım, Leyla xanım, Arzu xanım, Şeydər qaqa, buna bax, onun bir də oxuyun bunları. Bunu dövlət araşdırıb. Bunları dövlət araşdırıb, dövlətimiz, Nazirlər Kabineti. Bunlar hamısı sübut olunub. Bunların hamısı sübut olunub. Bu müayinəni mən keçmişəm. Haratdım onu, indi əlim deyil, yox, hanı aldım. Bu da mən 50'mi veriblər. 50'mi veriblər, daha 50'mi veriblər. Bu da mən xəstəliyimdən istifadə edirlər. Gördünüz, mənə şər atılan qanlı kağızlardır. Aclıqlar, özün kəsmək, doğrama. İnanmırsınız, araşdırın. Görün, mən 1 il 3 ayına qədər mən tibb məntəqələrində, Karslarda, başımı kəsə-kəsə, qolumu kəsə-kəsə, aclıq eləyə-eləyə, polkovnikləri söyə-söyə mənə döyürlər, söyürəm, vururlar, söyürəm, bağlanarsa söyürəm, doğrayıram. Gördülər, mənim tibb məntəqəsində dərmanla, yuxu dərmanla çizdirirlər, ancaq yuxudur, belə pis vəziyyətdə ağrıyıram mən. Mənim vəziyyətim xarab. Mənə güclü müalicə lazım. Pulum zadım yoxdur, vermirlər də pullarımı. Evimi vermirlər, maşımı vermirlər, başımdan yaralanmışsan. Elə şey nə tez deyirlər, başımdan yaralanmışsan. Səndə bu xəstəlik var.
tutmaq üçün də bu şərləri ata bilirlər. Cənab prezident, vəkil orada qanuni məhkəmə edir ki, bəs bunu 15 saniyə, mənə 15 saniyə 2 dəfə apellyasiya göndərib, ürüm gedəcəm ora saxlayacaqlar. Mən dərmanlarımı var, içəcəm orada. Ciddi orada, oturublar, qızlardı, bir də oğlandı. Oturdum ben. Mən hissəndim danışdım 5'də, 10 saniyədir. Mən bilmirəm, mən beləsinə belə şeylər deyirəm. Mən şahit olar, mən hiss edəməmişəm. Mən hiss edəməmişəm, belə şeylər deyirəm. Böyle bakıp yazdı, gidebilirsin. Bir 10 nəfərdən səfər şak gitmiş hər bir tərəfdən. Hamilən birdən mənə də qaytarlar, bakıyor. Orada nə, orada acılıqla silinə. Beləncə, cənab prezident. Yani ki, mən nə deyəcəkdim, yadımdan çıxdı. Ne deyəcəkdim? Markette 15 saniye, 25-30 dakika. Həsənov Teymur Təvəkküloğlu, cənab prezident, cənab baş prokuror, cənab baş istintaq idarəsi. O özün alicənar kimi aparır. O afyordur, dayısı, onun böyük vəzifəli qohum-əqrəbələri var. Mən görmədiyimi, bilmədiyimi danışmaram. Yəni ki, düzü istəyəm, nəsə deyirəm, belə də ki, böyük vəzifəli eşitdiyimə görə hamısı da afyordular. Ancaq dəqiq afyorluqlarını bilən Baş İstintaq İdarəsi, Cənab Baş Prokuror, həmin Həsənov Teymur Təvəkküloğlu kriminal aləmində canlı göstəriblər, kriminalda televizorda göstəriblər, xəbərlərdə göstəriblər. Bilməm, saatında sabra vaxtlardasa gedib papka götürüb, kostyum, qalstuk geyinib. Onda işıqda işləyirdi bu kimi, monitör kimi, nə kimi. İşıqları kəsmək, doğramaq. Qarnı da belədir, müdürə də oxşayır, şərəfsiz müdürə də oxşayır. Gedib, mən bilməm idarələrimi, dövlət idarələrimi, böyük şirkətlərə girib, nə varsa, o YouTube'da, yazdatda hamısı var. Vergi işçi kimi, bilməm nə, tərsə pul tələb edir, yəni belə qanunla yoxlar. Orada pul tələb edib, o çox yerdə, işləyimə görə çox yerdə bu əli gətirib, Qubada ilişibmişlər. Qubada ilişiblər ki, o vaxt MTN idi. MTN'in uşaqları bunları beləsinə qatlayıb bunu beləsin. Həmin o idarə olub, şirkət olub, çıxardıblar. Kriminalda görsədiblər. Həsənov Teymur Təvəkküloğlu, həmin afyordur. Mənə belə bir şey atıblar. Mən danışmışam, əlbəttə canlıda, indi ağzım açıb yenə danışıram. Biraz allatmamaq üçün, yalancı çıxmamaq üçün cənab prezident, mən dedim ki, sənədlər hamısı durur, bəli. 2008 idi, 7 idi, bilməm neçə idi o vaxt deməyə şər atıb cəzalandırıblar, əsəbliyimlə istifadə ediblər. İndi də mən cinayətkar olmamışam, cinayət ömür boyu eləməmişəm. Mən indiyə kimi gəlmişəm, ermənidən başqa kimisə baltı ilə, bıçaqla, güllə ilə Azərbaycanda vurmuşam. Ancaq özümə eləyirəm, bunu hamı bilir. Bir dəqiqə, mənim həkimlərim də bilir ki, bunlardır mənim silahım. Lezba götürürəm, atıram özümə. Başımı, gözümü, qollarımı kəsirəm. Bakıda axırıncı dəfə elədiyimə 4 dəqiqə həyatıma qalmışdı. Semaşqanın həkimləri həyatımı qurtardı. Cənab prezident, xahiş edirəm, məhkəmə edin, heç bir cinayət eləməmişəm. O dedikləri ki, ömür boyu heç bir cinayət eləməmişəm. Mən əsəbimlə, xəstələrimə istifadə ediblər. Mən şər atıblar. Araşdırsınlar, baş İstintaq İdarəsi hamısı, xahiş edirəm sizdən. Əlinizdə hər bir şey var, hər bir imkan, köməkli edə bilərsiniz. Araşdırma pasına niyə görə mənə bu cəzaları veriblər? Hansı niyə görə, haçan niyə görə, sənədlər buradadır, mən dəqiq deyə bilməyəcəm, ancaq o bilirəm ki, heç nəyə görə, hansı ki, xuliqanlıq da düşməyib onda mənə, sonra xuliqanlıq da düşməyib, cənab prezident. Beləncə, araşdırın,
qoy bu hər ağır cinayətlər, nə bilim bu məhkəmədir, hansıdır, hamısı sənədləri versinlər. Həsənov Teymur Təvəkküloğlu bizim bu danışmışamla qalıb, bizim qonşuluğa köçüb, Qarabağ kəndindən çoxdan bura gəlib keçib bizim kəndə. Sonra məni bunlar şər atmamışdan biraz qabaq harasa bizdən 3-4 evi bir yana köçüb biz tərəflərdə olur burada. Əmim gündən cici bacılıq edir. Həri. Əmin gezinəsi Araz. O burada şahid gedir, sən demə. Bir də ki, hansı ki o 100 qrama bir butulka arağa şahidlik ifadəsi verən Əhməd şahid gedir. Həqiqət xanım İsmailova, sizin adınızı çəkirəm, üzr bilin. Ancaq həmən bu siz hüquqşünassınız, siz mən juristəm, siz juristsiniz. Əmmə yadınızdadır, siz məhkəmədə dediniz ki, məndən pul istəmişdi. Vəkillik eləyim səhəsin, etibarnamə ilə Bakıda hələ deyəsən vəkillik eləyir. Hüquqi savadı zadı var, nə istəyir, mənlə eləyir. Şərəfsiz səsinə. Həmən əmimin oyunlarıdır. Mən o subut edə bilmirəm, ancaq əli var, o siz biləcəksiniz nə var burada, nə yoxdur. Danışıram, Həqiqət xanım. Göynətər, yadınızdadır siz Akif müəllimə təhqiqatçıya anlamda oturmuşdunuz, zəng vurdunuz ki, o bizim fəxrimizdir. Əmin Soğun atasının yolunu əlinə keçirmək üçün onun əsəbiliyinə, xəstəliyinə istifadə edir ki, hissəsini nəsə eləsin, o tuttursun, ona şər atır, onu bıraxın, ona köməklik edin, mənim maliyyədə zat eləsin. Mən heç də istəmədim Həqiqət xanım, heç də olarım, sadəcə mənə rahat bıraxsınlar, əvəzdən, hayda, birinci eləyə bilməm, evdə otura bilməm, səsimi çıxarda bilməm, tökülüşürlər. Onun gezinəsi Arazda keçmiş polis işçisidir. Nəsə edib çıxardıb, indi oturub evində, gecə-gündüz evindədir. Ancaq bizim həyətdə nə var o söyləyirlər də, yəni ki, bizim şəxsi qəzimizə, mənim iminlər şəxsi qəzimə. O da bilmədilər mənə. Həqiqət xanım, əmim gəldi, üzr istədi məndən, üzr istədi. Sizin sənətdə şeylərdir ki, orada gedib götürərsən, təbrik elə, təbrik elədi. Çox sağ olun, eləcə bunlar. Ancaq Həqiqət xanım, burada bir şey var, köməkliyiniz lazımdır. Neçə elədi bu, neçənci idi, 2017 idi, 18 idi, 19 idi, bilməm neçənci idi bu. Akif müəllimə siz təhqiqatçıya zəng vurub deyəndə, Səlyan polisinə. Gör neçəli keçib, Həqiqət xanım, 2025 idi, məktub 24 idi. Bunlar şəhər atandı. Bax, Həqiqət xanım, həmin əmim bunlarla mən tutduğum Həsən Teymur Təvəkküloğlu bizim qonşular köçüb 3-4 o yandadır. Əmim günə, əmin o şeylə, gezinəsinin zanı cici bacılarını gördüm, dedim, dedi, mən nə var, yesinlər. Mən üçün qurumuymuş, bu bilirmişlər ki, vətən kafesi var bizdə, kəndimizdən çıxırsan, körpü keçirsən kəndimizdə, körpü kanalın köprüsünü keçsin, Teymurun, həmin bu şər atan Teymur, Həsənov Teymurun mühafizədir. O qabağında da taksilər yanır. Yola çıxmaq üçün uşaqlar sağ olsun, bir haçan sizə belə çıxardırlar. Görürsən, pılla götürmürlər. Orada çayxanada bilirlər uşaqlar, məsələn, beynə dolur ki, evimi vermirlər, belə şeylər beynə dolur, biraz şeylər, həyəcanlandı, əlim qolum əsir, başım belən olmasa əsir, həyəcanlı olandı ələ. Mən onlara fikirləşdim ki, evimi vermirlər, maşınımı vermirlər. Ki, başımdan yağlamışsan, evimi də vermirlər, mən haçana kimi evimi vermirlər. Həqiqətən haçana kimi mən ev vermirlər. Mən də Bakıdan evimi istəyirəm. Yəni ki, Bakıdan istəyirəm evimi, yəni ki, qeydiyyət deyirlər, qeydiyyətə. Biraz özümə gələyim buraya. Biraz həyəcanlı olanlar şurada bir yerə tikirəm. Biraz sakitləşim deyəcəm. Vaxt da gedir. Cənab prezident, o kimi, yəni ki, qazanalım. Eləncə mən fikirləşəndə çay içərsə, evi, eşi olsun, bursun olsun, gedirəm həmən vətən kafeyə. Oradan elə bu Həsən Teymurun marketin qabından uşaq qardaş var orada, mənə apardı vətən kafeyə. Oradan çıxırsan yola, Səlyan Şirvan tarafı, düz trasın o qırağında yolun vətən kafedə. Oturdum orada biraz çörək zad yemək. Yarıca bir 200-250 qram bilməm, 300 qramdan artıq o içə bilmir. Ara içdim. Oradan durdum, özümü də aparabilirdim, gəldim, girdim elə kəndə. Hər ora gələndə bilirlər ki, mən həmən marketə girirəm. Həmən marketə girirəm, hər girəndə.
Başda hamı oraya gəlir, gelir nəsə birdən fikirlərindən çıxar, marketə baxır. Çünki oradan içəri gələndə başqa marketlər çox uzaqdadır. O yoldan içəri gələndə ilk birinci marketdir. Bir dənə yekə marketdir. İlk edəndə belə də ya ora girmişəm cənab vəzir. Bax beləncə olub. Və girmişəm, siqaret istəmişəm, siqareti almışam. Siqareti götürmüşəm. Ümumiyyətlə var, öyle də var. Belə də olub. Teymur şəxsən öz satıcısı ilə oradaydı. Teymur mənə siqareti satıb. Belə mən gedəndə beləncə bu ömür boyu eləncə mənə danışan adam olmayıb. Niyə görə danış? Həmin Araz əmmin gezinəsi keçmiş polisçisi. Əvvəl Həqiqət xanım, həmin əmmin mənə şikayətçi olanda şahid olan həmin işdə. Həmən Əhməd orada olub. Əhməd əmim üçün bir butulka arağı mənim gözümün qabağında Allah var. Dedim, arabada səhərsin gözüm mənə polisə çağırırlar. Əhməd də şahid gedir. Əmimlə içməyə gedirdim. Dedim, əmim arasın hara verdi. Ay, qardaşımdır mən. Əhməd, yolda çıxabama çıx. Allah'a and olsun. Biridir, belə şeylərlə başqa oldu. Həqiqət xanım, Əhməddir, həmin şahidlər, orada da şahiddirlər. Bax, burada da şahiddirlər. Həmən marketdə olubmuş. Tədbiri görüblər. Gör hardan, buradan ora zəngləşiblər. Gəlin hazırdır, gələcək axşama. Bilirlər də ki, içdim, oturdum, yedim, gəlləm, girəm, sakit ora. Maşından düşdüm, hamı bilir. Kimisə mənə nəsə bilir, mən heç kimə keçirəm, hamı salam verirəm. Şəhərlər xəyanın içində uşaqları görürəm. Allah rəhmət eləsin, deyirəm. Beləncə, sakit keçirəm, gedirəm, beləncə, kimsə nəsə beğenməsin, heç bir işim yoxdur. Tövbə Allah'a and olsun, heç bir işim yoxdur. Gedib kiməsə lişin durum, söz deyən adam deyirəm. Bunu hamı tanıyır mənə. Heç kimə gedib durduğu yerdə lişin gedib söz deyən adam deyirəm. Girmişəm marketə, siqareti, Teymurla satıcısı orada olub. Satıcının səs yazısı vardı, təhqiqatçı orada müstəntiq işi bağlamağa çağıranda mən gəldim, girdim, sədim, hamısı danışır. Mən idim, Teymur idi. Sən gəldin deyir, səs yazısı var, səs yazını siliblər telefonundan. Sən gəldin deyir, siqaret aldın, Teymur sənlə belə söyüşlə danışdı, sən onu xəbərdar edin. Demək, cənab prezident, nə tər oldu? Bu Teymur mən o vaxtda vuruşub yaralanıb gələndə, döyüşdən evə gələndə, həmişə mənə çətdə görəndə, belə doğuşan kimi qabağıma çıxıb deyənlərdən, həmə başqa dönür, qaçıb gizlənib, döyüşmürlər. Dayıdaları var, əmləri var, böyük vəsvətədlər hamısı. Bunlar şellərin altlarında maşınla, kafeləri, restoranları, evdənləri, şellərinləri biz vuruşmalıyıq. Nə danışıyorsunuz? İndi bizi tuturlar. Bəli, belə bir şeylərdir, cənab prezident. Qadınlara, məli, belə bir şeylərdir. Qoy özümə gəlim, gedirəm, yəni beləncə həyəcanında danışırım, gedə bilmirəm, danışırım. Özümə gələm, danışırım. Həmişə çıxırdı mənim qabağıma məsələsin. Başa dönəm, sən qəhrəman qardaş, ay bilənsi. Heç kim onların nəslində müharibəyə getməyib. Niyə görə? Teymurun özü neçə qardaşlar? Hamısının yaşı düşür. 1, 2, aprel döyüşləri, hamısına. Niyə heç biri o heç yerə gedir? Ancaq indi bizim qardaşlarımız şəhid oldu. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Onların qəbri nurla dolsun. Yaxınlarına Allah səbir versin. Allah cəmi qazilərimizə şəfa versin. Ön cəhbədə döyüşən qazi almayanlar, kontuziya qardaşlarım, elə siz mənim qazi qardaşlarımsınız. Allah hamımıza şəfa versin. Mən bilirəm siz nə dərdəsiniz. Siz bilirəm mənə patolog 200 qram içəndən sonra deyir o özü, sən nəyə qabil? Ne danışırdım Həmin o bunlar Teymur, siqareti almışam cənab prezident, cənab baş prokuror, cənab baş istiqaləsi, Mehriban xanım, Leyla xanım, Arzu xanım, Heydər qaqam, görün nə deyirəm. Bax,
Elə bir ki 10 metre, 15 metre o ayından yaxınlaşım siqaret almışam. Qayıdıram, aldım sonra bir nəsə beləncə deyəm. Ömür boyu eləncə eləndi. Mən elə bilməz. 51 manat bir dəfə mənə uğramağın o mən ona keçmişəm. Amma pulumu qaytarıb, uşaqların yanında qaytardı, bəli. Qaytardı pulumu, uğramışdı. Uğramışdı. Hemen her zaman mütevekkil oldu. Uşaqlar var kənddə. Prosta mən o namərtliyi, o şərəfsizliyi mən neynəm elə pul qazanmağı mən? Mən neynəm öyle? Mən kişinin oğlu kişiyəm. Mən neynəm elə pul qazanmağı? Durum polis çağırmış 51 manat oğurlayım mən. Hə, o şimdi cənab prezident, qadan alam. Üzülü bir, yəni ki, mən eləmə, ya beləncə idi vallahi. Bilirsiniz. Beləncə idi. Var görürsünüz. Mənlə qrubu danışır. Məndə də elə şey, mən beləcə akuratla deyirəm, hamı bilir. Deyirəm, eşitsən, çox bilir. Axıllı olun, beləcə danışıram. Axıllı olun. Yəni ki, oraya çıxım dedim 20 şey. Belə şeylər, Allah'ın olsun danışım olur. İlk gedirəm. Bu mənə şəxsən söymür, Slaviyesini söyüşlə danışır. Elə danışmaq o mənim ömür boyu elə bir şey olmuyor. Sən demə marketdə Araz da var imiş, Əhməd də ora girmiş, mən bilmirəm onları. Mən şimdi iş bağlananda bir gördüm ki, mən cinayət işi açıblar. 2-dən 5-ədir, nə bilim nədir, nə bilim nədir beləncə. Həmən müstəntiq Teymurun hər şeyini söyləyən İmaməddin Abbasoğlu'nun keçmiş polis, məhkum polis polkovniki. Səlyananın böyük polis olub. Tabii kazanmadığı olmuyor. Milyonlar kazanmış Səlyan'da. Hamı deyir. İkinci dəfə getmişəm bir 200 metre qabağa. Qapıya çıxmaq. Çatmaq istəyirəm qapıya çıxım gedim, qoy başdan eləyəm. Yəni ki, çıxım gedim də, yəni ki, mən işlərimin üstüne düşmüşdüm. İqtisadi məhkəməsi gedirdim ki, qalıq pulumu versinlər. Sənədlər evdə. Bu xüsusi şərtlər üzrə şey yoxdur. Nazirlər Kabineti Daxili Qoşunların baş qərargahından özü araşdırıb, arxivimi gətirəcək. Döyüş əməliyyatlarında fəal iştirak. Qəhrəmanlığıma görə mükafat almışam. O burası Həqiqət xanım Dilsən qəhrəmanı. 3 ayımı atsız fırladılar. Onlar araşdırdılar, arxivimi gətirdilər, arxiv kağızımı, döyüş yollarımı, hamısını araşdırma apardılar. Bəli. Mən yalan danışmıyorum. Nazirlər Kabineti balaca yer deyil, mən başımdan böyük danışa bilməm. Döyüş yoldaşlarım şahidi ifadələr verdilər. Kiresinə tariz. Əldim, ekspertizalarım hamısı olandı. Ki, mən həqiqətən də buradayım. İndi məndən nə istəyirlər ki? İkinci dəfə buna deyirəm ki, belə əlim əsir. İkinci dəfə belə deyirəm, eşitirsən, göynə, deyirəm sənə. İkinci dəfə belə deyirəm. Beynim narimanlı halda olanda. Əgər hissici isədim, onda dərhal nəsə olardı. Yəni ki, ya özümü kəsərdim, ya dərhal elə onun qabağına vurub pol qazanırım. Mən əl qaldırmıram. Yalan söhbətdir bu. Ağır cinayət, bu abiləsin mənə. O gedib, alimə çıxıb cinayət edəcək. Cavab verəcəksən. Baxın, mən qaldım. Heç də danışılmaq bilmədim. Vəkil də yandı. Vəkil qanununda möhtərəm hakim deyir ki, 15 saniyəsi ekspertiz olmur. Bu, ən aşağısı 20 neçə gün nə qədər o saxlamaydılar orada. Temboli mən Məşdağan xəstəsiyəm. Regional oldu, indi şorsuluğun xəstəsiyəm. Şorsuluğdayım, bəli. Allah verdən kimsə mən həkimim. Xatər xanım psixatri həkimim. Günlar xanım Respublikanskada. Semaçkada Rəna xanım, hamısı xətrimi çox istəyir.
Hamısı xətrimi çox sevir. Bilirlər ki, mənə mehriban adamam. Mən də beləncə özümdən çıxartmasın eləməsə, özləri mənə gülə verməzlər. Beləncə bilirlər özümdən çıxa bilirəm. Həmin. Evet. Dərhal çıxa bilirəm özümdən. İkinci dəfə xəbərdar edirəm, əli məsələsə gedirəm. Qapıya çatan ki, bu polkadır, bu da qapıdır. Burada polkanın yanında bir də deyir, beləncə qalım. Vurub şəhə sındırıram, sonra aşağıda beləncə, elə belə söyküblər. Beləncə baba boyda, beləncə qıraqda kəsik, sarı paslı fason, adi dədə babada keçmiş şey yoxdur, onunla idi aşağı qoyacaq. Təpiyini olsun, yuxuyorla polkanı kəsin, bunun yüzünə söyləyirəm, bu həmin anın telefonuna çəkir. Cənab prezident, həmin anın telefonuna çəkir. Həmin anı istiqaqa cəlb edirlər. Çöldən 2 dəqiqə kamera çəkir hər tərəfi. 2 dəqiqə kamera çəkir hər tərəfi. Çaya daxil olam. O yoxdur. Sonra mən bundan siqaret alıram. 3 dəfə bunu xəbərdar edirəm. Söyüş, orada bozarır üstümə verənçinlər. Belə eləyir. Onlar yoxdur. Bir də mən özümdən çıxmağım var orada. Biz özümüzdən biz çıxmırıq. Həkimlərimiz də bilir. Bu nə şərlərdir, bu nə şərəfsizlikdir. Nə qədər beləncə eləyəcəklər. Mən qapıma xəbər göndərmişəm ki, mən demişəm, polis gəlsə mənə qapıma, ay sən beləncə nə tələb edirsən, nə varsa, mən özümü öldürüm. Dərhal atacam, uspet eləsəm ölməmişdən canını açıb baxacam ki, siz də görəsiniz. Hamı da görsün ki, nə hallar bunlar ki, məşər atıblar, cənab prezident. Sizdən xahiş edirəm, belə ki, Akif müəllim, Həqiqət xanım, Akif müəllim, bir yaxı danışığıma qulaq asım, gördüm ki, özüm öz səsimi eşitmirəm, dedim, başa düşməzlər biləm. Mən ona görə üzr bilirəm, bu yenə danışıram bəzinə. Yəni ki, o səsimə qulaq asırsa başımı çönür, mən danışıram. Səsimi biraz qoy eşitsin, elə biləm, eşitməzsin səsimi. Həqiqət xanım, həmin Akif müəllim, orada gecə 25 dəqiqə patolog yarım saat. Onlar ifadədə verirlər ki, Teymurgil 3 saat, bilməm, 2 saat, 4 saat, bilməm, müahisə olur orada. Cəmi 25-30 dəqiqə. Məndə böyle gəldi, gedir, beləsinə. Elə hissənə belə. Ben durub hissəndim. Durub məsələn, elə vurub televizor sındırmışam, oturmuşam. Sonra hiss eləməmişim, baxmıyorum. Gəlir ki, sən nə ağırmışam? Belə ani moment olan şeydir. Adi elə bir ki, televizorda görün məsəlsin. Məsələn, xoşum gəlir mənə, düzü danışanda mən, məsələn, görürəm ki, məsələn, Kərim, o müğənnidir, nədir, tekstili var, milyonu var, nəyi var, Kalkoka ilə verilişə çıxırdı, nə var, hindi gəlib veriliş aparır. Bunların savadı yoxdur, baxıram elə ki, hissənəm, bunlar hara qutarlar, nə var, Azərbaycanda qeyrətli, namuslu, belə məndən, özünə hörmət qoyan o vaxt ki, Həqiqət xanım kimi, aparıcılar vardı. Rafi müəllim kimi, Oğuz kimi, Şərgiyə xanım kimi, hamısını tanıyır, Cünni Kranzalı, hamısını. Onlar görən kimi bir yadımıza düşür hamısı. Onlar görən kimi, Rafi müəllim də olursun, bu görən kimi, bir ki, beynimdə yoxdur, görən kimi yadıma düşür ki, bu, görürsünüz, nə qədər yaxşı adam olur. Belənçinə Kərim veriliş aparır. Mən televizor sındırmışam, cumhurluq aparır. Oturdum müvəyyətim, böyle 100 gram da etmişim. Başı götürür, sırası dərhal eləyirəm, otururam. Birdən özümə gəldi, baxıram, televizor işləməm məsələn, beləncə. Stola baxıram, yemirəm, çıxıb gedirəm. Gör nə qədər yaxşı adamlar idi ki, səhərsi mənə görür ki, Süleyman, qardaşım, əlin başa dönərəm sənə. Hamısı bilir ki, özümdən, tək oturmuşam, nəsə özümü çıxardım, özümdən çıxardım. Ancaq həmin ona görə televizor sındırmışdım, yumruğunu. Açıq deyəm, məndən şikayətçi olmadı. Ancaq başına dönərəm, xərci biraz onları yaparım, 500 manat eləmişəm, ancaq verəcəm, belə şey olar, nə danışsın. Ay, verəcəm. Hələ də demir mənə. Bilirəm, çox hörmətli adamdır. Xətimi də çanası. Atamla başlı yaşlı, hörmətli adamdan. Allah canı sağ eləsin. İçərdən qohumlular da çatır. Yaxşı adamdır, pis adamdır. Cənab prezident, başa dönər. Mən ki, daha da nə? Daha.
Xəstəliyə salırlar mənə, yaman mənə güclü müalicə lazım. Beləsinə baxın. Mənə güclü müalicə lazımdır. Orqanizmlərim hamısı pozulub. Bax, mən sonrası 300 qram səviyyədim, 100 qram səviyyədim. Gözlərimə qaraltılar gəlir. Əvvəl çox içəndə o hər şey olurdu. İndi dərhal. Beləsinə elə bir ki, kimsə dayanıb, qabağda heç kim yoxdur. Qapıya baxıram, elə bir adam dayanıb. Onu deyirəm, ay sən mənim başımı xarab eləmə. Eşitmə gəlmə, eşitsənə, şərəfsiz, beləsinə, beləsinə. Anam gəlib, qoğum gidən, belə baxıram, beləsinə, anam mənim danışır. Stolda anam oturub, deyəməz, sən oradaşırsan, dedim, mən buradayım, orada adam yox. Deyir, orada adam. Vəziyyətim ağırlaşır və ağırlaşır vəziyyətim. Mənə güclü müalicələr lazım. Güclü müalicələr lazımdır. Sistemlər, dərmanlar lazımdır. Sağlıq görüm, hara geçsən. Qazi maddi sayan yoxdur. Deyirlər ki, pul getirir. Nəfəsim çatmırdı. Dişlərimi düzəltmə, nə qədər pul çatır. Mən hara getdim, nə danışıram. Sən bağışdın sən, özü istəyirəm. Cənab Prezident, o istintaqa cəhət edib. Cənab Baş Prokuror, Meyvan xanım, Leyla xanım, Arzu xanım, Heydər qaqam, Baş İstintaq İdarəsi, hüquq qoyucularımız, Səbinə xanım Əliyeva, Ombudsman, mənim düzgünlüyümü araşdırın, xahiş edirəm sizdən. O yalan ifadə verir ki, Şirvandan evə gəlmişəm. O ifadə verir ki, Təsərrüfat Teymur təvəkkül olur. Mən marketdə olmamışam. Gah Şirvanda olub, harasa xəstəxanada, anası ilə gəlib, orada olub, qayıdıb gəlib, araşdırın, yalan deyir. Həmin an o Şirvanda olmayıb. Anası şəhər xiyabandan, xiyar qaqamın Allah cəmşətlərimizə rəhmət eləsin. Orada qardaşı olur, kiçik qardaşı. Anası oradaydı, özü də marketdəydi, satıcısı ilə bir yerdə. Mən siqaret alanda mənə hissəndirib. İfadədə yalanla ifadə verir ki, orada olmuyor bu. Gəlib Şirvandan maması ilə marketin qabağında maşını saxlayır. Çünki içəri girəndə görüb ki, mən güya ki, Əhmədlə ona ay sən belə bu girib aramıza, mən ağzıma gələn söz söyləyirəm, Əhmədə güya yalan söhbətdir. Yalan deyirəmsə şərəfsiz olaram, onun mənə şər atanda şərəfsiz olar, qeyrət, namus, nədir ondan xəbəri olmaz. Yalan danışamsa, mən namusdan, qeyrətdən xəbərim yoxdur. Xahiş edirəm, mənə kömək edin. Açıq aydın mənə şər atıb, yenində cəza veriblər. Özümə kəsdirib, doğratdırıblar. Aylarla aclıqlar eləmişəm. Vəziyyətim xarabdır. Vəziyyətim xarabdır. Mən danışdığım kimi olub marketdə. Onlar heç yerdə olmuyor. Anası axırda gəlib, qardaşının evindən çıxıb, gəlib ora. Söhbət də beləncə bağlanıb orada, cənab Prezident. Axırda mən çölə çıxmışdım, əlimdə lezbə hissənmişdim. Əlimdə lezbə olub, hissənmişdim beləsinə. Beləncə elində belə dəymişdi, qan çıxmış. Akif müəllim gəldi. Həmin təhqiqatçı, Həqiqət xanım, Akif müəllim gəldi ora. Maşından düşdülər bir də zabitlə. Gəldi, mən görən kimi mənə gülür. Gəlir, boynumu uzayır, görüşür. O nə dərindəki? Ver. Didik güldü beləsinə. Elə bir şey istisad olmuyor. Elə bir şey istisad olmuyor. Elə deyir Akif müəllim. Yalan deyəmsə şərəfsiz olurum. Bir kəmə burada yalan danışıramsa. Sonra siz orada gedirsiniz deyəsən içəri, ya orada dayanmışdım deməsə. Həmin o sizdən gələn zabit müəllim ki, bir də körpü gəzə. Körpüyü də ki, düz elə marketin yandır. Ona keçsən, Xəyal qaqamın şəhidlər abidəsidir. Qadasını Allah rəhmət eləsin cəmi şəhidlərimizə. Xəyal qaqam da qəhrəmancasına şəhid oldu. Elə o zabit məndən o soruşdu. Dedim, Xəyal qaqamdır. Yəni ki, qaqamızdır. Yəni, getdi şəhid oldu. Dayı qardaş idi. Qəhrəmancasına şəhid oldu. Beləsinə. Sonra o zaman biraz sakit ol. Yəni ki, hissəndirlər, hissəmə. Belə bir şeylər mənə deyirdi. Mən yarınlardım. Akif müəllim gəldi maşınla. Yəni biz gəldik, Akif müəllim gələ saxladı maşını. Dəqiq bu bilməm. Yəni biz getdik marketin qabağında Akif müəllimlə. Dedi, otur maşına, səni aparım evə. Ya Akif müəllim sözü. O üçün Akif müəllimin maşınla oturdum. Onlar dedi, otur maşına, gedək aparası evə. Oturdum maşına. Orada cəmi 30 dəqiqə patolog söhbət olub.
Bunlar işi ağırlaşdırmasına 3 saat, 4 saat deyiblər. Yəni, neçə saat? Məhkəmədə yanında dedi, yadında deyil, 3 saat dedi. Məhkəmədə təbəs. Məhkəmə əvvəlin bunların səhvini tutdu. Bunlar qızardı, bozardı, qorxdular da. Hər qazilərdən də danışdı. O öz ürəyin bildi ki, yəni qazilər məhkəmə özü də səhvini çıxartdı bunların. Yalan ifadə. Dedim, məhkəmə hakim, yalan da. Ancaq nə ağardılarsa, bunun daisi gelinən, böyük vəzifəli şəxslərlə mənə səhv çıxartdılar. Cənab Prezident hakim əlimə apardı, zabitlə getdi evə və düşdü, gəldi, həyətimizə girdi, evimizə kimi. Gel rahat, gel uzan, yatqın. Narahat olma, qarda olma. Həqiqət xanım, həmin hakim müəllim məni evə gətirdi. O vaxtdan bəri xətrimi çox istəyir. Sizin o müalicəsini heç nə. Dedim, heç lazımdır. Çox sağ olun, Allah köməyiniz olsun. Mən özüm eləyəcəm. Dedim, cənab prezident mənə qalır pullarımı istəmişəm. O verəcək, Allah qoysa, kömək eləyəcək. Mən müalicəmi də elətdirəcəm, hamısı elətdirəcəm. Nəfəsim çatmır, onu elətdirmək istəyirdim. Mülki xəstəxanalar yoxdur. Xaricdə təhsil alıb gələnlər, milyon oxuyanlar. Öyle neçə min dedi, nə qədər dedim. Böyləcə, mən elə plan var, alır düşdüysən. Sığorta azad bəsin, dedək ki, şaka yapıl lazımdır. Tövbə. Demək, yetki kişisən, danışığı bil. Həkim orada, mülki hansıydı ora? Hansı, bu hospitallar yoxdur, Grand Hospital deyildi. Hansıydı, belə bir hospitallardan da belə milyontu bir yerdi. Üstüme gəlirdi, bənci baxdım, deyəm, eşitdirsən, Möhsümə, sən həkimsən, sən bayeviksansın, sən idmancıdasın, boksçusanla çıxmısan. Deyəmə kömək, Möhsümə gəlirsən. Bax, tövbə şərəfsiz olaram. Bəzi xəstəxanalar var ki, dövlət xəstəxanalar, cənab prezident, birim üstə birim orada görürsən ki, cənab prezident. Elə bir ki, bardır, kafedir bu, restoran, nədir, vışıbal kimi, xəstə qarşılayırlar. Xəstəni qarşılayarlar, həkim kimi, yəni ki, qadınlar, nə olur, xəstəyəcən, harun halim, həkimi belə danışmalıdır. Həkimin də öz məktəbi var, mən elə eşitmişim. Həkim tanışlar olur, danışırlar deyəsə, bizim rəftarımız bu olmalı. Cənab prezident, atdılar mənə bu şəhəri. Atdılar mənə bu şəhəri. Xahiş edirəm sizə məhkum edin. Cənab baş prokuror, cənab baş İslam idarəsi. Mehriban xanım Əliyeva, birinci vitse-prezidentimiz. Leyla xanım Əliyeva, Arzu xanım Əliyeva, Heydər qaqam Əliyev, yəni ki, uğurlar, yəni ki, problem yox. Amma qadın adam, kömək ölüm mən bu şərəfsizə qərarə salım. Həqiqət xanım, həmən şahidlərdir, neçəli keçib üstündən. Bu yoldan mənə belə bir şəhər atdılar. Bir yerə yığışlar. Onlar marketdeymiş. Aras şahid gedir, Əhməd də bu, mən elə şeylər eləməmişəm. Teymur da ki, şər atır ki, marketdə olmayıb, ancaq marketdə elə o mənə şəxsən şərəfsiz olaram, yalan deyirəmsə. Şəxsən marketdə olub, heç yerdən, Şirvandan, Zatdan gəlib eləməyib. Teymur marketdə olub, Teymur satsının yanında olub. Araz orada mən oturulmuş böyürdə vəziyyətə baxırmış orada. Necə olacaq. Sonra, işdən sonra qarışıb, Əhməd sonra gedib, çiğni ilə mənə toxunub keçib, cənab prezident, şərəfsiz olaram, yalan deyirəmsə. İndi sonunda da bu deyəcəm, baxın gör nə deyəcəm, bax qazanaram. Sonra keçib, ki, mən ona nəsə eləyim. Ancaq mən dedim, dedim, baxdım, dedim, bez akurat mı oldu? Bezib, baxdı, gördü, heç sad eləmədim. Nəsə, yenidən nəsə eləmək üçün, bu qurma bir şeydir. Başa siz, niyə görə bu şahid gedir, bizə məşər atır, bu dəvə, bu formadır. Eləməmişəm elə şeylər. Yalan deyirəmsə, şərəfsiz uğraş olaram, eləməmişəm elə şeylər. Yalan deyirlər.
Mən ona üzbözə, ona mən nə söyməmişəm, nə bir şey eləməmişəm, nə ona mən nə üstünə hücum çəkmirəm, mən hücum çəkmirəm heç kim. Mən vuruşaram, haqqı tələb edirəm, sonra heç başım çönəndə çıxardıram, özümə nəsə eləməyə. Bəli. Uzaqbaşı vurub nəsə sındıra bilərəm. Məhkəmə apellyasiya məhkəməsinin hakimi ağır cinayət təmizini keçməmiş hakimi. Bəli. Qisas alırsınız. Qisas alırsınız deyəndə ki, qorxursunuz. Siz qorxursunuz. Mən ölməyə də hazıram buna görə. Mən ölməyə də hazıram buna görə. Mən cənab prezident xahiş edirəm sizdən məhkəmə. Nə olsun prosto biz qoy özümə gəlir. Keçmiş ağır cinayətlər məhkəməsinin hakimi olub deyir. O ora gəlib ali məhkəməyə. Vəkil hamısını qanunla dedi. Vəkil durdu üstünə belə gəl beləsinə durmadı. Beləsinə təpinmək fason çıxıb çöldə adam öldürsə beləsinə nə ara biləsən, nə elə biləsən belə vəkil qorxdu. Mənə görə necə tapşırıblar? Mənə görə hələ siz təsəvvürün görün nə qədər pullar alırlar. Hamı yalan danışır. Bir də mənəm düz danışan. Şərəfsiz olaram yalan deyirəmsə cənab prezident. Bir də mənəm düz danışan. Mən də cəza çəkdim. Mən özümü kəsdim, doğradım. Aylarla aclıq elədim. Sənədlərdə yazılıb hamısı. Bax onu cənab prezident. Araşdırma falan 2007, 8, 9 nə idi bilmirəm. O vaxtdan bəri nələr olub, mən hansı cəzalar veriblər. Bax qanlı kağızlar bax buradadır. Məhkəmələr, qanlı kağızlar buradadır. Haqq ədalət danışılır, deyilir. İnanmam sizlərə cənab prezident. Mehriban xanım Əliyeva, Arzu xanım Əliyeva, Leyla xanım Əliyeva, Heydər qaqam Əliyev, cənab baş prokuror Kamran Əliyev, baş tutar idarəsi. Xahiş edirəm, araşdırma aparın, o cəzaları mənə veriblər. Mən düz çıxacam. Mən düzəm, qadınlarım, mən şəratıblar. Sizdən kömək istəyirəm ki, mənə hələ qorxu gəliblər. Bilirsən də, bəraət almaq istəyənlər var. Mən bəraət edir ki, mən 5-10 manat pul lazım ki, indən belə özümə həyat qurum. Evim lazım ki, cənab prezident versinlər. Onun davası da arası neçə illərdir mən oturanda da 100 qram çayım olub keçib, özümdən çıxıram biz sərsəmə, tək otanda da. Tək oturam evdə, səyəm özünü öldürüb. Hamı bilir. Hamı bilir ki, mən oturmuşam, öz-özümə danışıram, hansı sənətə baxıram, hissənlə, hamı bilir o. Bunlar da bilir mən nəsə hissənə bilirəm, o formada da mən hissənə bilirəm, Həqiqət xanım. Həmin şahidlərdir, yazıda neçə il keçib, 2007-dir, 17-dir, 18-dir, neçə il keçib. Hələ mən onlara salam vermirəm, onlar mənə salam verir, heç sat, özləri eləmirlər. Bu formada qurublar, hamısının nəli var, burada böyük vəfəsi şəxsənin nəli var. Mən heç kimdən qorxmam. Onlar heç kimdən cənab prezident. Onlardan mən qorxub eləmirəm. Mən hədə qorxu icazə gəliblər. Polis görüm ki, gəlsin ki, sən niyə belənci demirsən, niyə belə danışsan, belə eləməzsən, dərhal atıram xüttəmə, dərhal baba bulağa. Paçkalarını almışam, ciblərim doludur. Dərhal atıram xüttəmə, açıram, ölməmişdən qabaq canlıyı açıb qoyuram ki, dərhal, canlı da atım ki, canlı da baxa-baxa öləcəm. Görsünlər nətər oğlanlar, nətər kişilər var. Yəni ki, cənab prezident, bunu mənə xahiş edirəm, sizdən xahiş edirəm, artıq dərəcədə xahiş edirəm. Azərbaycan birinci qrup. Mən bunları danışmaq istəməmişəm. Heç vaxt, mən neçə illərdir mən heç zat da istəmirdim. Mənə belə şəraitlər, mən də danışıram ki, bəs mən məcbur olub danışıram ki, bu qədər hörmətsizlik olar, beləncə şey edirlər. Mən nə qədər mənə əziyyət verəcəklər. Bu hissəsimə kimdən sonra mənim ağzımdan çıxıb gəlir. Mən Haçan 2000 neçənci ildir, 10 neçənci ildir, 16 ildir, neçə ildir mən Nazirlər Kabinetinin işçiləri mənə qarşı-qarşı. Mən də 3 aydır fırlanırdım, daxil qoşulan baş qərargahında, axır kağızı mənə alırlarmışlar. Şimdi oradan kağız gözləyirlər ki, mənə pensiyam düzgün verilsin, mənə süründürürlər. İqtisadi məhkəməsində hakim gəlib, öz adamları olan adamı mənə süründürürlər. Bilirlər ki, mənəmdir, mənə süründürürlər. Cənab prezident, xahiş edirəm araşdırma falan, mənə qəbul edin, Mehriban xanım.
Leyla xanım Əliyeva, Mehman xanım, cənab prezident, Arzu xanım Əliyeva, Heydər Qırğan Əliyev, cənab baş prokuror, başçı qədərsi, mənə qəbul edin, cənab prezident şəxsən mənə qəbul edin. Mən bunların hamısını sübut edəcəm. Görəsiniz ki, mən qeyrətsiz oğlan olsaydım, oxuyun sənətləri, mən onlara demək istəmirəm. Prosta mən o adam deyirəm demək istəmirəm. Yəni ki, mən o şərəfə layiq deyirəm, o şərəfsizliyə layiq deyirəm. Mən o eləmərəm. O nə deməkdir? Mən şərəfim mənə tuttururlar, əziyyət verirlər. 15 saniyə ekspertiz aparır və onu orada elədiyim hər yerdə anlamlı eləmişəm. Mən anlamlı eləmişəm. Mən 2 dəfə, 3 dəfə o xəbərdar eləmişəm. Üçüncü dəfə mən elə birinci dəfə özümdən çıxmalıydım. Mən də onu deyirəm ki, marketdir bu biraz. Özümü saxladım, ikinci, üçüncü dəfədə o ki, əmələ gəlmir, heç cür mümkündür. Həkimlərimiz də bilir. Mümkün olan şey deyil. Məndən mümkün olmayan şeyi, onu sağlam bir insandan mümkün olan, sağlam insan, məndə mümkündür. O mən hissənməliyəm. Mən mümkün. Görmürsünüz, cənab prezidentlə danışam. Mən birinə çıxış elə bilirəm ki, nəsə belə, üzrü bilirəm, bağışlayan, nəsə olsa belə, mənə kömək edirəm, düzgünlüyümü sübut edirəm. Mənə şəratım var, tuttururlar. Mənə şəratım var, əziyyət verirlər. Mən halım pisdir, mənim müalicə lazımdır. Evimi də vermirlər, cənab prezident. Qalıq pulumu vermirlər. Bahanəsidir ki, o vaxt 2 dəyə məhkəmə utdum. İqtisad məhkəməsi, apellyasiya məhkəməsi mənim xeyrimə qərar verdi. Uşaqlar mənə boşaltır, qazilərə almaq istəyən pullar verirlər. İstəyirdim özümə nəsə qurum. Köhnə İqtisad məhkəməsi məhkəmənin qərar ki, mənim iddiamı səhv olduğunu dəyişdirdi. Yəni ki, 92 neçədə o düzdür. Qanun 2010 neçədən neçəyə, 2008-dən neçə prezidentə qayıtdı, 2013-dən neçəyə müharibə əlliyi verirlər. Qanunda bu var, eləncə iddia. İddianı eləncə 2008-dən neçəyə kimi müharibə əlliyi təqaüd 2008-dən neçəyə kimi beləncə təzə iddia olurdu. Ali məhkəmə, vəkil. Mənim pulumluğum olur, vəkilim olsun, mən bilmirəm, elə bir məhkəmətdir. Vuruşmuşam, yəni ki, bilirlər ki, mən sənətlərim də var ki, mən vuruşmuşam, qəhrəmanlıq eləmişəm, mən xəstəyəm, mən evimi verərlər, mən özüm üçün nəsə qoyarım. 2009-dan bəri mən işlərimi ali məhkəmə o səhv yazdığım iddianı əsas, mən maraqlandım, mən o özüm demirəm, öz biliyim deyirəm. Vəkillər, hüquqşünaslar hamısı qorxdular işə girişməyə birinci, cənab prezident. Dedilər ancaq sən bəraət ala bilərsən, bax, bu dəfə. Bunu səhv tutublar səndə. Bax, bunu əsas tutublar. Onlar səhvdir. Sənin köhnə yazdığın, ləğv olunan iddianı əsas tutublar 92-ci ildən. Ancaq İqtisad məhkəməsi, apellyasiya məhkəməsi qərar verdikləri iddia hansı 2008-dən neçə, 2010-dan neçədən neçə kimi müharibə 2008-dən neçə prezident təqaüdü ödənilməsi qoyulsun xüsusi mühüm üzərinə. Ali məhkəmə səhvdir burada, indi məni məhv eləmək üçün əllərinə gəlirlər, bilirlər mən gəlirəm. Özləri bəlkə də bu qurumlar qurublar, hamısı belədir, əmiyim, olursa. Araşdırın, xahiş edirəm, cənab prezident. Araşdırma aparın, mənə köməyi, qadın adam, yəni ki, mən sağlamlığım qalmır. Mən sağlamlıq qoymuyorlar, məndə qalsın. Mən son addım atacağım, yəni ki, qapıma polis gəlsin, yəni ki, sən nəyə tələb eləməksən, ayırmaq istəyirsən. Mən tələb eləməm, birinci xahiş edirəm, cənab prezidentim, mənə kömək eləsin. Mənim haqqımdır, o verilsin, qalıq pulumdur, evimdir, Bakıdan almaq istəyirəm, evim olsun Bakıdan. Burada da anama kömək eləmək istəyirəm. Çox sağ olun, o birinci, ikinci, üçüncü qruplara təqaüdlər, o kompensasiya necə verildi, 6.000, 8.000. O pulu mən aldım, standart formada anamsın, şeydir. Hamam, tualet, koridor, baseyni, yaxşı, qəşəng, Evrostil tikmişəm. Biraz bazı yer, pul çatımında axıra kimi vermək. Amma onu elədim, taxtadan idi hər şey, çürük taxtadan.
qeydiyyatımə çıxışlar, bunun hamısını buraxdım. 120 manatda anam mənə baxmaq üçün təqaüd kartı ondadır. Hava xoş olsun. Mənə kömək edin, düzgünlüyümü sübut edin, xahiş edirəm siz. Üzrü bilin, nəsə belə yaxşı olmasın mənim tərəfimdən. Mən əsəbiyəm. Danışanda özümdən çıxıram, özüm anlıq fikrimdən çıxır, kimdən danışıram. Sonra yadıma düşür. Üzrü bilin, nəsə yaxşı olmadı mənim tərəfimdənsə. Mənə kömək edin, hamımız bir yerdə, cənab prezident qalanım. Bir dənə siz mənə kömək edə bilərsiniz. Sadəcə olaraq bunlar hamısı Azərbaycan Respublikasında düzgün hüquqi qanunları çıxardan insanlardır. Bunlara mən müraciət edirəm. Sizə başda siz olmaqla mənə kömək edin. Mən düzgünlüyümü sübut edim. Mən sağlamlıq qoymuyorlar məndə qala. Bütün kəsikləri də göstərirəm, görürsünüz təzə acılıqdan nəfəs atları verib, o dərmanlardan əllərinə qoyub, onların hamısını sübut edilmək istəyirəm. Faktı danışam. Sağ olun, var olun, Allah köməyiniz olsun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qəbirlərin nurla olsun, yaxınlarına Allah səbir versin, Allah cəmi qazilərimizə şəfa versin. Amin.